Birinci sualda mübtəda xəbər uzlaşmasıdır. Vaccines cəmdədir. Cəm xəbər olmalıdır. Cəm xəbərlərimiz are, were, have, do, fail olacaq. 2, 3, D variantı. İkinci sual cümləsidir. Nöqtələrdən sonra birbaşa xəbər gəlibdir. Özündən sonra birbaşa xəbər alan sual sözlərimiz who və what olacaq. E variantı. 3-də zamandır. Zaman zərflərim var. Konkret, ago, əvvəl, 2 il əvvəl keçmiş zamandır. A keçmiş bitmiş, B indiki bitmiş, D indiki bitmiş, C qaldı, E qaldı. İkinci tərəfdə də since var. İndiki bitmiş E variantı olacaqdır. 4-də bağlayıcımı düzgün seçməliyəm. Will be, bir tərəfdə will be gələcək zaman verib, digər tərəfdə indiki zaman. Fəridin valideynləri disappointed, məyus olacaq. He chooses other professions. O başqa ixtisas seçəndə, əgər seçəndə 1 ilə 4 olacaqdır. Whether mummy deməkdir. O baxmayaraq ziddiyyət. Burada ziddiyyət yoxdur. Deyir ki, əgər o başqa peşə seçsə, valideynləri məyus olacaq. Seçəndə məyus olacaq. 1 ilə 4 E variantı olacaqdır. 5-də yenə əvəzlik. Nöqtələrdən sonra trousers cəmdədir. Cəm isimlərlə another olmaz. A gedir, B gedir. Others axırında S var. Özündən sonra isim istəmir. C qalır, E qalır. İkinci tərəfdə cümləmin xəbəri are-dır, cəmdədir. This tək istəyir. Qalır cavabım E variantı. Həm də burada trousersdan danışır. Mən this ilə təyin edə bilmərəm onu. 6-da species növlər seriously at risk of extinction, tükənmək riski altındadır ciddi şəkildə, yəni endangered, nəsli kəsilməkdədir. 7-də made görürəm, birinci qrupdur. Birinci qrup özündən sonra başlanğıc forma istəyir. Heç nəsiz, to-suz, ing-siz, zamansız. 8-də make-up cümlə qurmadır. Thousands of students, minlərlə şagird. 5-3. Xəbərim 1. Yesterday's, yiyəlik sonra isim. 5-3, 1-2-4 C variantı. Dünənki exam imtahanda iştirak etdi. 9-da modal. Baxaq görək. Deməli, need görürəm. Needin sualı do ilə düzəlib. Özündən sonra ev isə görsən başqa nitq hissəsi, başqa əsas nitq hissəsi gəlibdir. Needin modal olması üçün özündən sonra feil gəlməlidir. Özdə to-suz başlanğıc formada. Burada feil gəlməyib needdən sonra, həm də sualı inkarı need modalı olsa özü ilə düzələr, do ilə düzəlibdir. Birlərim səhvdir. Needn't gördünüzmü? İnkar özü ilə düzəlib, cook bişirmək feil gəlibdir. 2 deməli %100 modaldır. 3-də bunun asan yolunu deyim sizə. Have ilə to-nun arasına əlavə söz giribdirsə bu modal deyil. 3-ü atdım. Have to gördünüz yanaşı gəlib. Have to, has to, had to deməli bu modaldır D variantı. 10-cu testdə complete the sentence-dir. Ask Ayan, complete the sentence. How old she is? A-nı saxladım. B variantında did, she-dən önə keçib. Bizim cümləmizin söz sırası necə olmalıdır? Mübtəda, xəbər şəklində olmalıdır. Köməkçi önə keçməz. B variantı getdi. Xəbər mübtədadan önə keçməz. Gedir. D-də when, what time-dan sonra have as participle to gəlməz. Askdan sonra zət gəlməz. Qalır cavabım A variantı. Həqiqətən də she mübtəda, he is xəbərim, mübtəda xəbər gəlibdir. Söz sırası pozulmayıbdır. 11-də yiyəlikdir. The Brown's house böyük hərflə başlayıb. D article var, bütöv ailədə isə apostrof birləri atdım. Birləri götürdüm daha doğrusu. 2-də going gəlibdir. To be going to ifadəsidir. Yiyəlik deyil. 2-ni atdım. 7 days, 7 günlük tətil, miqdar sayı birdən çoxdur, S apostrof istəyir, A-nı götürdüm. 4-də qot gəlibdir, yiyəlik deyil, 4-ü çıxdım. 12-də mostdan sonra cities isim gəlibdir, mostdan sonra isim gəlibsə article olmayacaqdır, əksər deməkdir, sifətin üstünlüyü deyil. C qalır, E qalır, sağlam, C qalır, D qalır. India. Ölkə adıdır, ölkə ilə boşluq olacaqdır, C variantı. 13-də nöqtələrdən əvvəl strong sifət gəlibdir, özündən sonra sifət istəyən enough olacaq, A variantı. 14-də bəli. 14-də məchulda olan cümlələri seçdir. Cümlə nə zaman məchulda olmaz?
Cümlə nə zaman məchulda olmaz? Əgər tamamlığı olmazsa, o məchula çevrilməyəndir. Tamam, hazır cümlə verib. Aysə, ola tapdın. Sonunda sifət olarsa, is deyə, are deyə ilə başlayarsa, bir də ki, mən sizə əlavə bir dənə qeyd yazdırmışdım. Salam. Əgər işarə əvəzliyi ilə ismin arasında başqa təyin edici gəlibdirsə, o cümlə məchul deyil. İşarə əvəzliyi, this, that, these, those, bunlarla ismin arasında əlavə təyin edici gəlibdirsə, demək ki, o cümlə məchul deyil. 3 ilə 4-ü çıxıram, qalır 1 ilə 2 B variantı. 15-də cümlə təsdiqdədir, təsdiqə təsdiq deyərəm, yəni so to also verərəm. Neither nor inkardır, getdi. Cümlənin xəbəri had to-dur. Had to-nun köməkçisi nə olacaqdır, Filiz? Had to-nun köməkçisi. Had to. To varsa, yəni başqa bir şey varsa özü olur. Xeyr, tərsinə dedin. Əgər have, has, had-dən sonra got və ya participle to varsa, köməkçisi özü olacaqdır. Bəli, had özü gəlib, to ilə gəlibdirsə, did olacaqdır. Had özü gəlibdir tək başına, yaxud da had to gəlibdirsə, köməkçisi did olacaqdır. Əgər have, has-in yanında got, bu üçünün yanında participle to gələrsə, köməkçisi özü olacaqdır. Deməli, burada mənim köməkçim did olacaqdır, did olanda d variantıdır. Sonra way sözü ilə hansı söz önüdür? Way hansı? Yolda deyirəm. O istiqamətdir. On my way to work. İşə gedən yolda I met əgər canlı obyekt gəlibsə, meetdən sonra boşluq olacaqdır. Qarşılaşdım.